Herkes salamlayıram. Bugün sizlərə vinegret salatının reseptini bölüşəcəm. Bu salatı hazırlayarkən bəziləri soğanı qovurub tökür, bəziləri isə qovurmadan. Mən də burada qovrulmuş istifadə edəcəm. Bir orta boy soğanı doğrayıb yağda qızardıram. Önceden bişirdiyim tərəvəzləri doğrayıram. Mən burada 2 kartofdan istifadə edirəm. Kartoflarım iri olduğuna görə 4 kökdən istifadə edirəm. 4 kökümü də orta boyda doğrayıb kartofun üzərinə əlavə edirəm. Çuğunduru da doğrayıb salatın üzərinə əlavə etdikdən sonra duzlu xiyarı doğrayıram. Duzlu xiyarı doğrayan kimi salatı əlavə etmirəm. Suyunun çəkilməsi üçün salfet üzərinə yerləşdirirəm. Duzlu kələmimi də çox xırda olmamaqla doğrayıram. Kələmi də doğrayıb suyunu sıxıb salfet üzərinə yerləşdirdikdən sonra salatı əlavə edirəm. Duzlu xiyarı da qovurduğum soğanı da salata əlavə edirəm. Qırmızı lobyanı da üzərinə tökdükdən sonra ədviyyatları istifadə edirəm. Salatda duzlu xiyar və duzlu kələm olduğuna görə duzu tökərkən diqqətli olun. Ən son üzərinə zeytin yağını və cəvərini də tökdükdən sonra salat hazırdır. Kanalıma hələ də abunə deyilsinizsə abunə olub videonu bəyənib rəy yazmağı unutmayın. Gözəl rəylərinizi gözləyirəm. Hazırlayan herkese nuş olsun. Videonu sona kadar izlediğiniz için teşekkürler.